Əziz Ağdamlılar və şəhərimizin qonaqları, çox hörmətli Sarıcalı cəmaəti, ağsaqqalları samballı, cavanları səliqəli səhmanlı, hamısı da bütün bu göstəricilərlə imkanlı. Bizim Sarıcalı, niyə alqışlamırsınız kendinizi? Niyə alqışlamırsınız elinizi, obanızı? Çox sağ olun, mənləriniz var olsun. 1930-cu ildə Respublika tabeli şəhər statusu alan Ağdam torpağı 2020-ci ilin 20 noyabrında öz azadlığına, öz müstəqilliyinə yenidən qovuşdu. Şükürlər olsun ki, Qarabağ Azərbaycandır. Bu mevzular da çox çıxış edirlər. Azərbaycanın milli mənəvi dəyərləri bugün Ağdam torpağında, Sarıcalı elində öz gözəllik nümunəsini qoruyub saxlamaqdadır. Əziz qonaqlar, xanımlar və cənablar, gəldiyinizə görə ayrı-ayrılıqda hər birinizə xüsusi minnətdarlığımızı ifadə edirik. Məclis sahibləri və sahibələri adından. Xoş gəldiniz.